Amasyaların Daşkörpü kəndidir. Deməli, bu Daşkörpüdəki avtobus şoförü var idi. Kişi bax onun evidir. Çaldaşa çıxdıq, geri qayıtdıq. Yollar yuxarıya bağlıdır. Amasyadan bütün Amasyalılara, Ağbabalıların hamısına salamlar. O kapıyı örtsamır, maşının qapısını ört. Yoxdur evdə. Bu avtobus şoförü kişinin evi deyildi be bu. Seyfullah'ın. Seyfullah'ın evi. Elə mi? Seyfullah'ın evidir bura. Mənim yadımdan çıxıb, İlhamın yadındadır. Bunun evində olmuşam həmən. O gün mən də gəlmişdim. Elə mi? Seyfullah'ın evində olmuşam. Belə.